Ay molla, şeytana atılan daşı niye pulla satırlar? Aydınlık getir. Belki Elşad Miri bunu da səhv deyir. Özü de gör harda satırlar. Bax, ümumiyyətlə bu Elşad Miri necə sizin beyninizi yuyubsa, ümumiyyətlə haqla batilin arasında dörd barmaq məsafə var. Yəni haqq gözdür, batil də qulaqdır. Bax, sən özün də gör necə Elşada uymusan ki, çünki görməyə deyirsən ki, orada daşı satırlar. Belə götürəndə əslində heç onlar heç mənim əqidəmdə də deyirlər, amma düşmənçilik eləyəndə də gərək kişi kimi eləyəsən. Həcc, yəni əməllərin yəni bir hissəsi, yəni bir tərəfi odur ki, Müzdəlifədə gedib daş yığasan və orada heç kim daşı pulla satmır və gəlib burada insanların zehnini bax sizin kimi demək bu fikirlərlə məşğul edirlər ki, gah həcc ziyarətində daşı satırlar. Düzdür, yəni ola bilər kimsə gedib öz üçün satıb, biznes açıb, amma yəni həccin vacib əməllərindən Müzdəlifədə daş yığmaq var və orada heç kim yəni gedib daşı belə götürəndə yəni pulla almır. Çünki sən özün görməyə, yəni gəlib burada gör kimlərinsə haqqına girirsən, sonra da qayıb deyirsən ki, Elşad Miri düz deyir. Elşad Miri ümumiyyətlə bilsən necədir? Yəni sizi elə öz əlinə alıb və elə azdırıb ki, haqqa batil donunu geyindirib və o şəkildə sizləri yolunuzdan azdırıb və nə halalın, nə də haramın nə qədər sual vermişəm mən sizə ki, filan şey məsəl üçün haramdır, qəbul edirsiniz. Əksəriyyəti yazıb ki, qəbul edirəm. Demək sizin üçün, yəni belə lorid desək çöldə bayır kimidir və ona görə də sizin kimi insanları Elşad Miri bax gözəl şəkildə ağıllarınızı oğrayıb öz əlinə alıb hansı tərəfə istəyir, o tərəfə də yönəldir.